Türkiye'nin baş naziri Recep Tayyip Erdoğan'ın sevgi etirafı. Aşık olmak deniliyor ya, böyle bir durum orada meydana geldi. Baş nazirin şəxsi həyatı ilə bağlı çox maraqlı açıqlamaları məhz ATV olayda. Lənkəranda unikal kafe, menyuda müxtəlif növ narkotik vasitələr var. Ümumi çəkisi 17 qrama bərabər olan həşiş və 6 qram narkotik vasitə marixuana aşkar edilib götürülmüşdür. İtlə pişiyi bu qədər mehriban görməmisiniz. Ayrılmaz dostların maraqlı görüntüləri sizi də təəccübləndirəcək. Beləliklə, dünyada və ölkədə baş verən ən son olayları biz sizə təqdim edirik. Akşam saat 20:20-də qaçırmayın. Axşamınız xeyir, ATV Aktualı efirdədir. Bugün xüsusi qayğıya ehtiyacı olan uşaqlardan danışacağıq. Bir çoxları düşünür ki, fiziki yaxud da əqli qüsurlu olmaq artıq həyatın sonudur. Hətta övladından bu səbəbdən də imtina edən valideynlər də çoxdur. Bəs bu cür uşaqları sıralarımızdan təcrid etməklə nə dərəcədə düzgündür? 11 saylı xüsusi məktəbin difiktoloq laqopedi, Nitq İnkişaf Mərkəzinin direktoru Esmira Kazımova ilə birlikdə məsələnin kökünü araşdırmağa çalışacağıq. Axşamınız xeyir. Esmira xanım, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla tam qayğıya aid olunur mu bugün? Ya düzün desəm ki, hə, onda sabahları mən gedib valideynlərin o sual dolu baxışlarına cavab verə bilməyəcəm. Amma mən yalan da deyə bilmərəm. Çünki əksər xarici ölkələrdə olanda mən çox sevindim ki, Azərbaycanda olan mərkəzlərin sayı demirəm qənaət bəxşdir, amma nə də olmasa o bir ölkələrdə olan sayılardan çox yaxşıdır. Yəni, həm hal-hazırda Heydər Əliyev Fondunun təsisliyi ilə həyata keçirilmiş çoxlu sayda mərkəzlər var ki, bunlar valideynlərin öhdəçiliyinə buraxılıb. Amma yenə də deyirəm, elə bir şey yoxdur ki, orada ideal olsun. Hər bir şeydə qüsurlar olduğu kimi, bu sahədə də əlbəttə ki, var bizdə qüsurlar. Qüsurdan söz düşmüşkən, yəni biz fiziki qüsurları uşaq anadan olandan ilk gündən bilmək olur. Amma əqli qüsurlar elədir ki, o sonradan da uşaq inkişaf etdikcə ortaya çıxa bilər. Yəni bununla bağlı, yaşa dolduqca anlaşır. Bununla bağlı xüsusi həkimlər varmı ki, onu tez bir zamanda müəyyən edirlər və yaxud da valideynlər necə etməlidirlər ki, bunu tez bir zamanda bilsinlər? Hal-hazırda o demişkən, fiziki qüsuru hiss eləmək çox asandır. Amma psixoloji pozuntunun özünü 3-4 yaşından tez hiss eləmək olmur. Həmçində əqli geriliyi. Ona görə də əksər hallarda lazımdır ki, uşaq poliklinikalarında, mütləq necə xarici ölkələrdə var, təəssüf bizdə yoxdur bu hissə. Orada uşaq inkişaf mərkəzi olmalıdır ki, orada həm psixoloq, həm logoped, həm inkişaf həkimi işləsin ki, uşağın yaş səviyyəsini uyğunlaşdıra bilsin ki, yəni tutaq ki, bu uşağın 2 yaşı var, 2 yaşına uyğun nitqi varmı, psixoloji durumu varmı? Bax, bunlar müəyyən edilməlidir. Əgər problem varsa, qüsur varsa, mütləq o həmənki uşağın yaşadığı regiona yaxın bir yerdə o uşaq məşğələlərə göndərilməlidir. Çünki xüsusi qayğıya ehtiyacı olan uşaqların bir balaca nəqliyyat problemi var. Onlar çox uzun müddət, məsələn, yol gedə bilmirlər. Hər ailənin də imkanı yoxdur ki, maşın tutsun. O problemi var. Ona görə də mütləqdir ki, hər bir regionda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzlər açılsın. İlkin olaraq da bunu poliklinikalar etməlidir, oradan başlanmalıdır. Bəs xüsusi qayğı olan uşaqlar deyildikdə, yəni əqli inkişafdan kənarda qalan uşaqlar, yəni bu uşaqlarla bağlı ilkin əlamətlər necə bilinir? Baxır hansı uşaqlara, məsələn, olsa psixik inkişaf ləngiməsi və ya ekspresiv nitq pozğunluğu, bu tip uşaqlar, yəni nitqin normal halda, məsələn, 3 yaşına çatıbsa, o 3 yaşında uşağın nitqi yoxdur. Və yaxud da ki, psixoloji durumu yoxdur. Məsələn, gördüyünü danışa bilmir, fikrini çatdıra bilmir. Hər hansı, məsələn, 4 yaşında uşaq ən azı 3 rəng bilməlidir. Amma bunu anlaya bilmirsə... Amma bugün bunu valideynlər də çoxsa bilmir ki, yəni uşaq, bəli. Ona görə də mütləqdir ki, həkimlər də və hər bir ailəyə, təzə dünyaya gəlmiş uşağı olan ailəyə kitabçılar paylanılsın ki, məsələn, 3 yaşında uşaq bunu bilməlidir, ay ana. Əgər sənin uşağın 3 yaşında bu problemlər varsa,
bunu anlamırsa, mütləq sən mütəxəssisə müraciət etməlisən, qorxmamalısan. Sadəcə bizdə mentalitet problemimiz var. Məsələn, qorxurlar ki, psixoloq adı gələndə, hətta nevropatoloqa yalvarırlar ki, nə dərmanı yazırsan yaz, bir dənə eşitməsin qohum-əqrabam ki, mənim uşağım psixoloqa gedir. Amma yəni psixoloq elə bir qorxulu sənət deyil. Sadəcə burada uşağın yaş xüsusiyyəti müəyyən olunur və o xüsusiyyətə çatdırmağa çalışırlar. O da ki, daha yaxşıdır, yəni ki, 6 yaşına gedir, uşaq çatır və konkret burada bilinir ki, bu uşaq məktəbə yaramır. 1 il, 2 il oxuyur və artıq müəllimlər görür ki, bu uşaq çatdıra bilmir. Yəni, əqli gerilik deyil. Burada psixoloji pozuntudur. Yaddaş mı deyim, diqqət mi deyim, təsəvvürün pozuntusu olur və çatdıra bilmir öz yaşlılarına. İstər-istəməz bu emosional olaraq uşağı da geri salır. Ona görə də ilkin reabilitasiya hər şeyə həll edir. Yəni, ilkin reabilitasiya olarsa, uşaq tam normal uşaq kimi Bəli, özünü idarə edə bilər. İdarə edə bilər. Bəs xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası necə olmalıdır? Birincisi, cəmiyyət özü qəbul eləməlidir. Qəbul eləyə bilirikmi? Çətin. Həl-hazırda çətindir. Çünki görməmişik. Belə deyək. Mən elementar bir misal çəkəcəm. Bu yaxınlarda mərkəzin qanında bir nənə uşağına yemək yedizdirir. Uşaq yeməyi yemir. Bir özü yaxşı aparmısan, uşaqlar üçün salacam səni. Bizim müəllim onu eşidir. Yəni, yaxınlaşır ki, ayıb deyilmi? Sən o valideyn axı onu eşidir, ayıb. O valideyn içəri girib o qədər ağladı, o qədər pis oldu ki, yəni valideynin qulağı eşidə-eşidə sözləri demək düzgün deyil. İndi hər bu valideynə də şamil eləmək olmur. Yəni, bunu görmək üçün gələ yaxınında olmasın da. Yəni, ananın çəkdiyi dərdi, belə doğru dediysə, Allah heç kimə bala dərdi verməsin. Təbii ki. Yəni, ona görə birincisi biz özümüz anlamalıyıq, biz anayıq. Biz də anlamalıyıq ki, bu nə dərd çəkir? Yəni, belə danışaq da, adi normal uşaq qızdırması var. Biz oturub gözləyirik ki, ayla bu sabah düşəcək, birisinin düşəcək, o birisinin düşəcək, ümidlə yaşayırıq. İndi görün, o xüsusi qayğıya ehtiyacı olan şu analar nə ilə yaşayır? Ki, məsələn, 1 ay mı dözür, 2 ay mı dözür? Biz birinci sosial mühit onu qəbul eləməliyik. Yəni, məsələn, avtobusda uşaqdır, görürük ki, məsələn, hansısa sumkanın zamoku ilə oynayır, çəkir o tərəfə. Biz o dəqiqə deməməliyik ki, ay xanım, uşağınızı yığışdırın da, əsəblərimə toxunur. Biz onu normal qəbul edin. Deməli, problemi var ki, bunu eləyir. Oğurluq eləmir, sadəcə oynayır, özünüz də görürsünüz ki, bu oynayır. Və yaxud da ki, qeyri-iradi olaraq səslər çıxarır nəqliyyatda. O dəqiqə çönüb baxmaq lazım deyil. Anıya pis təsir eləyir. Yəni, imkanı olsaydı, əlbəttə ki, o maşını tutub gedərdi ora-bura. Yoxdur ki, bu vəziyyətdə məcburdur avtobusa minsin. Hətta bəzi analarımız var ki, övladı ilə utanır küçəyə çıxmaq. O analar da var, amma hal-hazırda elə bir səviyyədə olan anaların sayı hədsiz dərəcədə azalıb. Azalıb. Bəli, hədsiz Ümumiyyətlə, dərəcədə. yəni bu uşaqların inkişafı üçün xüsusi proqramlar varmı Azərbaycanda? Azərbaycanda mən yaxşı bir mənada deyə bilərəm ki, mən xarici ölkələrdə olanda, xarici ölkələrin mütəxəssisləri bizim mütəxəssislər iranlıqla baxırdılar. Çünki bizim Azərbaycanda olan mütəxəssislər xarici ölkələrə öyrənməyə gedirlər. Amma heç xarici ölkəyə getmir. Yəni, özünü, məsələn, Türkiyə hansı üsulu üstünlük verir, Amerika hansı üstünlük verir. Bizdə o mütəxəssislər hər bir üsulu öyrənmək istəyir ki, bu uşaqlara yardım eləsin. Əlbəttə var, ABI üsulu var, bizdə PEX üsulu var, TEC üsulu var. Sadəcə olaraq, məsələn, mən özüm də sertifikat almışam, amma mən özümü ABI mütəxəssis hiss eləmirəm. Mən defektolog loqopedam, PEX-i də oxumuşam, amma istifadə eləmirəm. Orada elə bir elementlər var ki, mənim ixtisasıma müsbət təsir eləyə bilər. Yəni, burada bir şeyi xüsusilə qeyd eləmək istəyirəm ki, bilmək lazımdır ki, bu uşağa bu proqram gedərmi? Məsələn, PEX üsulunda belə bir qanun var. Əgər uşaq 6 ay ərzində mütəmadi olaraq hər gün məşğələyə gedirsə və nəticə yoxdursa, çoxsa bir mama sözünü deyə bilmirsə, mütləq PEX üsuluna üstünlük verməlidir. Yəni, dəyiş-düyüş, yəni şəkilə göstərirsə ki, məsələn, su istəyirəmsə, suyun şəklini göstərənə ki, mən su istəyirəm. Məsələn, ABI olsun, bu davranış pozuntularında qoyulmuş proqramdır. Bu proqram da Azərbaycanda çoxlu sayda mütəxəssislər var ki, öyrənməyə çalışır. Öyrənmək yetərli deyil. Ondan istifadə eləmək qaydası lazımdır. Bəs Esmir xanım, yəni siz deyirsiniz, mütəxəssislər var, siz bir mütəxəssis olaraq öyrədirsiniz. Yetərincə mütəxəssislər varmı ki, həmin uşaqlar öyrətsinlər? 5 ilə baxanda yoxdur. Amma indi hal-hazırda istək çoxdur. Hal-hazırda Azərbaycanda mərkəzlərin sayı sevindirici bir haldır ki, sayı çoxalır və valideynlər üçün rahatdır. Məsələn, əvvəl ancaq şəhərin mərkəzində isə 3-4 dənə mərkəz var idisə, 5 il bundan qabaq. İndi hal-hazırda regionlarda da var. Bax, bu sevindirici bir haldır. Çünki Sosial Müdafiə Nazirliyinin hal-hazırda gözəl bir proyekt üzərində işləyib ki, regionlara dəstək. Yəni, bu artıq sevindirici bir haldır ki, məsələn, bizim mərkəzə Şəkidən, Mingəçevirdən, regionlardan gəlirlər. Amma hal-hazırda evlərinin yanında var. Valideyn əziyyət çəkmir. Yəni, kirayə puludur, o bir evladının ayrı qalmır. Yemək puludur, məşğələ pulunu ödəmir. Bu özü bir müsbət cəhət deməkdir, hal deməkdir.
Hər 100 uşaqdan birində rast gəlinən bir sindrom autizm haqqında istədim danışasınız. Son günlər bu kəlmə bizim dilimizdən demək olar ki, düşmür. Yəni bir vaxtlar ümumiyyətlə heç kim bilmirdi ki, bu nə sindromdur. Amma Azərbaycanda da demək olar ki, tez-tez rast gəlmək olur. İlkin əlamətləri necədir? Valideynlər narahatdır. Yəni bilmirlər əlamətlər necə olur. Tez-tez həkimə aparmaq, mütəxəssisli, yaxşı təcrübəli həkim tapmaq. Həkimlərin biri deyir ki, belə deyil, digəri deyir ki, belədir. Buna bağlı ilkin əlamətlər necədir? Mən bir şey xüsusilə qeyd eləmək istəyirəm ki, 2008-ci ildən Azərbaycanda yeganə Autizm İctimai Birliyi fəaliyyət göstərib. Onun ilk təsisçisi Çiçək Məmmədli və mən olmuşam. Yəni, mən mütəxəssis kimi Çiçək Məmmədli bir ana kimi olub. Yəni, çalışmışıq ki, bunu aktuallaşdıraq. Valideynlər ondan sonra daha çox ürəklənməyə başlayıb 2008-ci ildən 5 il ərzində. İlkin əlamətlərini dedikcə, hər bir uşaqda bir formada bildirir. Onu ilkin olaraq sahə həkimi hiss eləməlidir. Məsələn, 2 yaşında uşaqda hiss eləyir, istəyir ki, məsələn, su istəyirsə, gedir özü istəmir. Məsələn, uşaq deməlidir ki, su, əgər deyə də bilmirsə, vacib deyil ki, 2 yaşında uşaq danışsın. Yəni işarə barmağı ilə göstərməlidir. Amma 2 yaşında uşaq bunu eləmir, gəlir anasının əlindən, atasının əlindən göstərir, sanki güya bilmir. Aparır anasının əlindən ki, su istəyirəm. Və yaxud da ki, saatlarla özü ilə oynayır. Stereotip hərəkətləri olur. Bizə elə gəlir ki, məsələn, uşaq başını döyür, arada bir, valideyn ki, danışmaq istəyir ona görə. Bu artıq düzgün metod deyil və yaxud da uşaq tez-tez belə-belə eləyir. Deyir, yox, bu bilirsiniz nədir, gün gözünə döyür və yaxud da ki, gözünə zəiflik var və yaxud da saatlarla çağırırıq, eşitmir. O dəqiqə aparırıq həkimə ki, eşitmir. Amma fakt, həkimin nəticəsi, müayinə nəticəsi olur ki, uşağın eşitməsi heç bir problem yoxdur. Çünki uşaq çağıranda baxmır, amma sevdiyi reklamın səsi, musiqinin səsi gələndə qəribədir. Onlar o dəqiqə baxırlar. Hətta sevdiyi o şirniyyatın ki, məsələn, cığarasının səsi gələndə o dəqiqə baxacaqlar. Amma məsələn, siz saatlarla, mən saatlarla çağırsam onu, o bir dəfə də olsun reaksiya verməyəcək. Sonra o uşaqlar bağlantısı olur. Məsələn, gedib gələcəyə yola bağlanır, oynayacağı əşyalara bağlanır, geyindiyi hətta paltarlara bağlanır. Məsələn, yeni paltar geyindirmək mümkün olmur onlara. Ancaq bilir ki, bu paltar, hətta bu kiçikləşib belə, bu paltarda da qalmalıyam. Və yaxud da ki, onların ən qorxduğu şey saçını qırxmaq. Onlar aqressiv. Amma siz dediyiniz uşaqların çoxusu bugün bir çox uşaqlarda var. Əksər təsirli odur ki, çox uşaqlarda var və autizm diaqnozu uşağa konkret olaraq 3 yaşında qoyulmalıdır. Ola bilsin ki, bu uşaq şıltaqlığıdır. Ola bilsin ki, bu psixik inkişafın ləngiməsidir. Ola bilsin ki, bu əqli gerilikdir və ola bilsin də ki, ərkönlükdür. Ona görə tam 3 yaşına qədər diaqnoz qoymaq çox çətindir bu uşaqlara. Bəs bu uşaqlar üçün əlavə terapiyalara ehtiyac varmı? Hal-hazırda o uşaqlar üçün əlbəttə ki, ilkin olaraq bütün dünyada təsdiq olunmuş bir üsul var, reabilitasiyadır. O da erkən reabilitasiyadır. Bizdə sadəcə gözləyirlər ki, uşaq deyirlər ki, logopedi olmaz, psixoloq olmaz, nə başa düşür ki, hələ bir ayılsın, məsələn, uşaq aqressivdirsə, yox, o bir sakitləşdirir, sonra stolu otuzdurarıq. Əgər stolu otusturacaqsa, bu dərmanı verib otusturacaqsa, mən ona nə gedə biləcəm? O öz aləmində olacaq yenə də. Mənə lazımdır ki, o öz halında olsun, aqressiyasında olsun, özünü bir üzə verə bilsin və mən ondan nə isə ala bilim. Onda daha qalıcı olur. Və ilkin olaraq hal-hazırda biraz mütəxəssislər qorxurlar, autizm uşaqları 1-2 ay çətin olur işləmək. Davranış pozuntusu olur. İstər-istəməz, istənilən autizm uşaq, sindromlu uşaq müəllim yanına məşğələyə başlayırsa, 1-2 ay ərzində bu proses keçməlidir. Onlara davranış pozuntusu olur. Çünki öz aləminə heç vaxt çıxmayıb. Heç vaxt ana deməyib ki, filan şeyi mənə üçün gətirməlisən. Ana deməyib ki, qapını bağla. Yəni, danışa bilməyib deyənə, yəni, bu bəhanəni gətirirlər ki, yazığımız gəlib, demişik bilmirdi, elə bilmirdi, yazıq da qol qalsın o tərəfdə. Amma o qədər eşitmə qüsurlu danışa bilməyən uşaqlarımız var ki, özlərini idarə eləyir. Yəni, bu çətinlik valideyn bəlkə sürükləyir uşağına. Amma hal-hazırda o terapiyalar var ki, pəhrizlə istifadə olunur autizm sindromu uşaqlara. Delfin terapiyası var, hipoterapiya var, müxtəlif terapiyalar var. İndi hal-hazırda ən aktualı pəhrizlərdir autizm sindromu uşaqlar üçün. Onun 2 səbəbi var. Birincisi, autizm sindromu uşaqlar seçici olurlar. Dediyim kimi, hər şey seçici olur, yeməyə də seçici olur. Elə autizm sindromu uşaq ancaq doğğa yeyir. Aylarla versən doğğadan bezməz. Qatletdən başqa əlinə heç nəyə vurmaz. İstərsəməz o mədə bağırsada pozuntu yaranır, qəbizlik, diareya kimi xəstəliklər yaranır, əsəbilik gətirir uşağa. Ona görə pəhriz saxlayırlar ki, bu uşaq problem yaranmasın, özünü idarə eləsin. Çünki bu deyə bilmir ki, mənim qarnım ağrıyır, filandır, beşməkandır. Və yaxud da ki, qəribə, çox qəribə bir haldır ki, autizm sindromu uşaqların qanlarında ağır metallar hədsiz dərəcədə çox olur. Biri var 10%, 5%, 40%, 50% çox olur.
Esmər xanım, təşəkkür edirəm. Yəqin ki, valideynlər qulaq asdı və övladlarını xəstələnəndə yox, elə müəyyən yaşdan sonra, müəyyən aydan sonra həkimə aparacaqlar və Allah eləməsin, müəyyən xəstəlikləri olsa vaxtında aşkarlayıb sağalmağa doğru gedəcəklər. Bir daha təşəkkürlər. ATV Aktual bugünlük efirini yekunlaşdırdı. Bir daha xatırladım ki, gündəlik mövzularımızla bağlı ATV Aktualın Facebook səhifənizdə rəylərinizi, həmçinin şikayət və təkliflərinizi bildirə bilərsiniz. Bugünlük bizdən bu qədər. Amma kanalı dəyişməyin, bir neçə dəqiqədən sonra ATV Olay efirdə olacaq. Sağ olun, Allah amanında.